Salam simlara, hər vaxtınız xeyir. Bəli, insan hüquqları gününə həsr olunmuş süni intellekt dövründə insan hüquqları, imkanlar, risklər və məsuliyyətlər mövzusunda ombudsmanların beynəlxalq Bakı sammiti öz işinə başlayıb. Tədbirdə 30-a yaxın ölkədən, Türkiyədən, Pakistandan, Ukrayna və digər dövlətlərin ombudsman nümayəndələri, habelə süni intellekt və insan hüquqları sahəsində tanınmış ekspertlər bir araya gələrək süni intellektin insan hüquqlarına təsiri, etik çağırışlar və gələcəyin məsuliyyətləri barədə fikir mübadiləsi aparırlar. Tədbirdə çıxış edən ombudsman Səbinə Əliyeva qeyd etdi ki, artıq süni intellekt yalnız texniki alət deyil, həmçinin dövlət idarəçiliyində təhsil, səhiyyə, sosial müdafiə, əmək mübadiləsi, media və informasiya mühitində, habelə hüquq mühafizə və məhkəmə fəaliyyətində əhəmiyyətli vasitəyə çevrilib. Səbinə Əliyeva həmçinin əlavə etdi ki, Azərbaycan ombudsmanı öz mandatı çərçivəsində süni intellektin insan hüquqlarına təsiri vəziyyətini araşdırır, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər verir. Dövlət proqramlarının icrası prosesinin təhvilini, habelə müvafiq sahədə təşviq fəaliyyətini həyata keçirir. Qeyd edək ki, sammitdə rəqəmsal məkanda hüquqların qorunması, məlumatların mühafizəsi, məxfilik və dezinformasiyaya qarşı mübarizə, süni intellektin əmək bazarına və məşğulluğa təsiri, süni intellekt sistemlərində şəffaflıq, rəqəmsal savadlılıq mövzularında panel müzakirələr təşkil olunur. Eyni zamanda sammitin sonunda süni intellekt və insan hüquqları üzrə Bakı bəyannaməsinin qəbulu da gözlənilir. Belə simlərə mənim bu sahədə çatdıracaqlarım bu qədər, söz yenidən sizdədir.